Baş qəmi olsa əgər eşqində sərbarım mənim, qoymaram olsun o baş. Qoymaram olsun o baş, bir ləhzə də barım mənim. Mən duvarlar bəslədən sultanlara baş əymərəm. Var ürək tək, qibləsiz, rövnəqli dərbarım mənim. Dünyalıqdan gördüyüm röya kimi boşdur əlim. Bir quru candır sənin eşqində pərvarım mənim. Dünya adlandırdığın cəndək barışdırmaz məni. Kim barışmaz soyludur istəhli dildarım mənim. Qəlbilərdə dincələn görünməz tikanlardan danışırdıq. Tikanı görsəydi gözlər qəlbidə, İnsanın olmazdı əmsiz dərdi də. Adəm ovladı göyə baş əndirməklə tükü tükdən seçə bilsəydi, onda daha həsrət barmaqları tellərə daraq olmazdı. Onda baxışlar danışardılar. Düzlük, hamlıq dil olardı. Düzlüyə dodaq büzən riya ilməhli sözlük yox. Kəsb-i zir dom-i xər xavri nəhəd. Kəsb-i zir dom-i xər xavri nəhəd. Xər nədavnət dəf-i an bərmi cəhəd. Mevlana'nın lafı dadlı yerlərindən biri buradır. Soncuq atdıqca onu sancır tikan. Tikanı kəhsən tapar eşşək əman. Tikanı dəf etməyə dilsiz supa, soncuğa qalxır dəyir başdan zopa, zopa yəni dəyənək. İstəmədiyi günə tuş gələn, şərarət bilməyən yazıq eşşək neyləsin? Mıxa divar dedi, ey burnu kəsik. Böyrümü söylə dəlirsən, niyəsən? Olmaya şəngülünü mən yemişəm. İstəyirsən ona məndən deyəsən. Niyəsin sorma dedi məndən mıx. Niyəsin sormalısan toxmaqdan. Başıma əndirilən toxmağından var məgər özgə yolum yarmaqdan. Var məgər özgə yolum yarmaqdan. Bu şeirin sujəsi Əhməd Səmanidən alınıbdır. Hə, əzizlər. And olsun səsə ki, mən səs salan deyiləm. Amma mən neylim? Mən yuxudakən ağrılar oyadırlar səsimi. Mən ağrının dalısıca alma sələsici göndərməmişəm axı. Mevlana bu neçə beytidə bütün illətləri qoyub məlulu tapdayan həkimlərin həkimliklərini yalan eləyir. Bütün ölkələrdə, yerin başa başında, Adəmdən Xatəməcan, İnsanın alnına xəcalət təri əyləşdirən hadisələr, matah kimi insanların alım satımı, insanı minməyə quruşduran və minilməyə güvəndirən şərarətlər, o gündən başlanıbdır ki, bir həram tikənin törəsi tarixin isti bazarında göz-göz eləyib və bir eşşəyin quyruğunun altına tikan qoyubdur. Ta yazıq supa soncuğa qalxanda əlinə dov düşüb bazarı talaya bilsin. Bu qəmli senaryonu yazanın yaramaz əlləri, adamları bazarı oda çəkəndə bu adam özünün bəzədiyi oyunun tamaşaçısı olubdur. İllətlər dönüb bir ağızlıq yemin yovuncusu olan supanı tapdayıblar. Tikan qoyanlar həmişə donunu, həmişə həkimlik, həkim donunu geyib, xəbərdən xəbərsiz eşşək sahabıcına deyiblər ki, eşşəyinin samanı gərək artıq düşməsin. Eşşəyin samanı gərək artıq düşməsin. Yonca gül eşşəyə baş ağrısı gətirər. İskəndər deyərlər, qırğın etdikcə ayağı gəlir Afrikaya çatır. Nahar zamanıymış. Talanmış xalqıdan yemək istəyir.
gənc yiğidini əldən vermiş qaraləçəkli bir qadın boyun olur ki, ona yemək gətirsin. Handan hana bir mecməhəni onun qabağına mecməhə qızıl biləzik, boyun bağı. Ama onların arasında ovucun içi boyda bir tikə taqqalaq çörək vardı. Bir tikə taqqalaq çörək vardı. Mecməhəni qarının üstünə atır və çımxırır, çafdarkən mən adam, yaşlı qadın deyir, nənən qaranı əyninə giysin, sənin məgər olduğun yerdə bir tikə çörək tapılmayırdı. Lap imkanatlı televizyonları da bu havadan bərnamə gedənməzlər. Biz niyə gedə bilirik? Əvvəl Allah eşq ilə, siz cəmaatın eşq ilə bətər ozadımızda. Yeriz boş. Gedək bu gəl eşitlikdən 2000-ci bəxşin görək, qeydək görək nəcür olur. Buyurun, xahiş edirəm. Səkfisiz yaranıb insan əzəldən, ölçüsüz bu mövcud özünü ölçür, bədbəxtlik buradadır. Qabına həqiqət yerləşməyəndə səkfisiz özündən hoyxur, hülkür. Aynada üzünə tüpürür insan, biçilir boyuna zillət. Bilənə deyərlər bir tikə bəsdir, sözümü sattım mən alana minnət.
İskəndərlər, Hitlerlər, Ağa Məhəmməd xanlar və bu günlükdə yerin üzünə yiyəli humanların hünərindən o ərdəmli insan demişkən, əgər yazılı tariximizi 56 həftədə nümayişə qoya bilsək, yazıq bu bəşər təhcə bir həftə savaşsız və baş ağrısız gün keçirdibdir. Ağlamalıdır. Quldurların haqladığı yolda Fironların aldıqları nəfəs din sanılıbdır və Firon xalqa dişdə etdiyi dinə zəfər toxunmasın, mələ ilə motrəfdən Musanı və Musaları öldürməyə rəy alıbdır. Və qalə Firavunu zəruni əqtülə Musa vəl yəd'u rəbbəhu inni əxafu əyyubəddilə dinəkum. Firon dedi, mənim əlimi açıq qoyun, ta bu Musanı öldürüm. Və o da Allahını əlindən tutmağa çağırsın. Mən qorxuram, o sizin dininizi əlinizdən alsan, dininizi dəyişdirsin və yerin üzündə fəsad törətsin. Öldürən kimdir, öldürülən kim? Qazı kimdir, məhkum kim? Deyəndə insana ya Rəb ləfi xosr, görən aya nə haldaydın, ilahi, dilim lal, qurdulan insan əlindən çəkirdin, dalbadal ah üstə ahı. Aşıqlar və Leylaclar şeirini ki, onun qəhrəmanları, mənfi qəhrəmanları, peyğəmbərlər nəslini rəhimlərdən saldıran, adamlığı qısır qoyan, qana qotura dərman olmayan Fironlar, Nəmrudlar, İskəndərlər və beynəl xəlq savaşlarını yaradanlardılar. Siz əzizləri mən istil edirəm. Pəncərəm açılır bir xərabiyə. His vurmuş otaqlar ağız açıblar. Tapdanmış damlara görünməz əllər, cin vurmuş şəhər tək qorxu saçıblar. Toplanır bu yerə, ac göz leylaşlar, hər səhər qızışır qumarın sacı. Dörd aşıq birini edir bəxtiyar, birinin başından götürür tacı. Dörd aşıq, aşıqla oynanan bir qumardır. Uduzan aşığı duvara çırpır. Yuxlamış bəxtinə hey yaman deyir. Ayrısı tozunu silir, təmizlir. Daz başın oxşayır, qəhrəman deyir. Gözlərim çox görüb, qotur aşığın öpülüb diz üstə qoyulmasında. Ərimiş qurşunu içməyə xatir, böyrünün dəlinib oyulmasında. Aşıq oynadanlar aşığın o dəlinmiş yerinə qurşun dökərdilər ta, sovrulanda yaxşı alçı dursun. Ərimiş qurşunu içməyə xatir, böyrünün dəlinib oyulmasında. Ətəyi ağırlar, boşalar başı, baş olar özgənin, əyaq özgənin. Boşluğa qaçmada baş olar əyaq, qol olar özgənin, yaraq özgənin. Gün batan çağları bitərkən oyun, birisi öyünər, döyünər biri. Gün batan çağları bitərkən oyun, birisi öyünər, döyünər biri, duvar çatlağına dolar aşıqlar. Döyünər birisi, öyünər biri. Biri oğlan doğur, biri qız doğur. Doğanın sancısın özgələr çəkir. Ağzımda qalıbdır heyrət barmağım. Zavallı başımız gör nələr çəkir. Bir şəhərin əhlinin gözünü çıxartmağa xatir çıxardır. Ta Ağa Məhəmməd xanın hirsi soğusun. Ya Rəbb. Varlığın itirən aşıqlar olur. İtirən ayrıdır, tapan da ayrı. Ağlayan göz olur, ağrıyanda diş. Dişləyən ağrıdır, yapan da ayrı. Aşığın böyrünə qurşun təpilir. Hərifin qanını sormağa xatir.
Birisi qan qusur, düşür ayaqdan, leylaşlar bir-birini yormağa xatir. Bilmirəm ağlayım, bilmirəm gülüm. Belə bir oyundan, belə qurğudan savaşır aşıqlar. Bilməyir nədən, tanıyır bir-birin udan. Hələlik sağ qalın.